Sen demedin mi bayrama qədər gələcək? Darıxma ana. Xəlifə mənim Babəkimə aman veribmi ey müsəlman? Estağfurullah. Ana, arxeyin ol. And iç. And içirəm. Nəyə and içirsən? Nə istəyirsən? And iç. Oda, ocağa. Mən axı müsəlmanam. Səni mən doğmuşamsa, ateşpərəst doğmuşam, müsəlman yox. And iç. Cəmaatın qabağında and iç. Bu ocağa de ki, Babək sağ. Qaçırsan oddan, qorxursan. Axı sən böyüdən bu ocaqdır. Mən sənə bu ocağın qırağında laylay çalmışam. Sənin qulağına onun duasını pıçıldamışam. Sən onları çevirə bilməzsən. Buna sənin haqqın yoxdur. İndi də görüm mənim Babəkim hanı. Ana, Səni də qınamıram. Sən hardan biləsən ki? Bala nə deməkdir? Bala nədir? Axı sən axı deyilsən. Sən öz doğma balandan üz çevirdin. İndi də görüm mənim Babəkim. bəs deyirəm sənə. Həddini aşdım. Qışqırma nankör övlad. Mən sənə haqqımı eləmirəm. Haram olsun. Ey müqəddəs ocaq, ey ulu hörmüz, səndən istəyirəm Babəkimin intiqamını. Görün mən nə bədbəxt anayam. Ey camaat, müqəddəs ruhlara yalvarıram ki, bir oğlun intiqamını o birindən alsın. Sil, nə sili? Sil açacaq. Çağır gəlsin. Mən Qurabaqdan gəlmişəm. Buyur. Bançəyin nənəsiyəm. Hansı bal içər? Dəmirdaşın qızı. Sənin tanıdığın o bədbəxt mənim Bançəyim. Düz 20 il əvvəl özünü qayadan atdı. Kədər keçirmisənmi? Qızı durur. Nə dedi? Deyirəm qızı sağdır. Çılğını azad